Herkes salamlar dostlar. Ne vakit izleyirsinizse sabahınız xeyir olsun veya akşamınız. Bu videoda biraz söhbət tərzində olacaq. Açığı vlog deməyək. Vlog tərzində deyil, biraz söhbət tərzindədir də. 2 həftədir video gəlmir. Bu arada arxadan belə toyuq cücə səslər falan gəlirsə üzürlü sayın. Yəni mani sizə şey ola bilər, narahat eləyə bilər. Kənddəyəm. Açığı kənddən qayıtmışdım. Yəni şəhərə artıq qayıtmışam, ancaq bu həftə Çəşərdən gəlmişəm kəndə. Nəysə, 2 həftə ərzində elə o qədər şey oldu ki, yəni nətər deyim, çoxlu şey oldu. Məktəblər də açıldı elə bildiyiniz kimi, artıq hazırlıqlar filan. Yəni demək ola bilər ki, daha qısıtlı vaxtımız var və bu qısıtlı vaxt içində yəni çox şey eləməyə çalışırıq. Bilmirəm, bu il axırıncı ilimdə eləməm də 11-ci sinifimdə bilirsiniz. Axırıncı ilimdir və daha sonrasında artıq universitet filan olacaq. Ümid edirəm hər şey istədiyim kimi keçər, çünki hədəflərimdə xaricə çıxmaq var, xaricdə yaşam var və əgər bir gün bu dediyim yaşanarsa, həqiqətən də çox qəşəng olur. Çünki neçə ildir istəyirəm, hardasa artıq 2 ilə yaxındır istəyirəm. Təbii sürət biraz uzun, ancaq olacağına inanıram. Nəysə, Flex haqqında bir neçə insan sual veribdi. Deyir ki, Flex nə oldu, Flex açılacaqmı filan deyə. Bu videonu çəkəndə ayın 28-də də açığı, belə deyim də, oktyabrda demişdilər ki, bir də yoxlayarsınız filan, ancaq oktyabrda artıq olacaq, amma hələ də şey yoxdur. Yəni bir bildiriş filan yoxdur ki, yəni açılacaq filan. Çünki başqa ölkələrlə təmasdayıq və o insanlar artıq belə deyim də finalist olmağa doğru gedən yoldadılar. Elə bil birinci turu bitiriblər, ikinci tura keçirlər filan. Yəni təbii bu sürət uzundur. Flexdə sistemini tam hələ anlayamamışam. Çünki Flex proqramı Azərbaycanda hələ açılmayıbdı. Birinci tura girmişəm, ancaq birinci turda çox insan yəni deyil. Azərbaycan şeyi yoxdur orada, yəni adı çıxmır filan. Mən yenə də girdim belə yoxladım, baxdım, görüm. Yəni əgər versəm nə kimi imtahanlar verəcəm və s. bunlara baxdım. Bilmirəm dostlar, açığı həqiqətən də yəni bir xəbərim yoxdur açılacaq, açılmayacağını, amma inanmıram. Əgər fikrimi soruşursunuzsa inanmıram açılacağını, çünki Amerikan konsolosu bağlanıb deyiblər. Yəni sonrasında təkrardan açmaları biraz qəribə olacaq. Nəysə, Work and Travel haqqında bir neçə insan sual veribdir ki, işte hansı şirkətlə getsək bizim üçün yaxşı olar və yaxud viza vermə söhbətləri var. İşte viza verəndə problemlər çıxır, çox vaxt vermirlər filan. Şəxsən son zamanlarda ən yaxşı dediyim tanıdığımız bir neçə insanın getdiyi şirkət var, yəni sponsor var. Adı EETS-dir dostlar. Bir çox insanlardan da eşitmişəm ki, EETS yaxşıdır, həqiqətən də. Yəni misal üçün hələ şeydə sosial bloger də var bir dənə. O Nahid idi deyəsən adı. Nahid soyadını bilmirəm. Nahid adında bir oğlandı, o da Work and Travel'da gedibdi. Özünü də takip edirəm, videolarına filan baxıram. Yəni elə eləyib gedə bilərlər. Şəxsən EETS-ilə getməklərini tövsiyə edərəm mən. Heç bilmirəm dostlar. Baxın, o haqqda çox məlumatım yoxdur. Sadəcə gedənləri tanıyıram və deyirlər ki, yaxşıdır, yəni gedə bilərsiniz və s. Bu videoda sadəcə söhbət etmək istədim. Biraz söhbət edeyim ki, yəni birinci yaxşıyam, yəni buradayam. Neçə vaxt elə şəxsi inkişaf haqqında videolar gəlir oturaqlı şəkildə və əsasən belə deyim də dostlar, şəxsi inkişaf videolarına baxıram ki, çox insan maraqlanmır, həqiqətən də maraqlanmır. Azərbaycanda deyəsən maraqlanan az kitlə var şəxsi inkişafla. Çox kitlə xaric haqqında maraqlanır, ancaq şəxsi inkişaf dediyimiz
şeylə maraqlanan az insan var. Bilmirəm. Videoları zaten mən ona görə çəkməyə çalışıram. Əsasən bir dənə planım var. Yayda əgər alınsa o planı eləyəcəm. Çünki çox qəşəng bir video kontentləri var ağzımda. Bilmirəm, indi onun üzərində çalışmaya başlayacağım ki, əgər edə bilsəm yayda çox qəşəng videolar gələcək, yəni. İndidən demirəm, sürpriz olsun. Gələndə zaten görməyə başlayacaqsınız. Bir də bu videonu çəkəndə 100 abunə olmuşuq artıq. Kitləmiz böyüyübdür. Hər kəsə təşəkkür edirəm buradan dəstək olan hər kəsə. Ümid edirəm bir gün böyük abunələri də görərik, bilmirəm. Açı, mən sizə belə deyim də, mən başqa kanallarımda olubdu 100 abunə olduğum filan, ancaq yəni, bu qədər sevinməmişdim 100 abunə olmağa. Bu kanalda şəxsən mən bu kanalı o vaxtı da açmışdım. Mənim köhnə kanallarımda var idi. Ancaq bu kanal belə deyim də, oldlardan birisidir və bu kanalın mən ilk başlanğıclarında oyun videoları filan çəkirdim. Türkçə danışaraq oyun videoları çəkirdim. Bəlkə kanalda aktiv izləyici varsa köhnə videolarımı görmüş ola bilər. Yəni, köhnədən belə videolar filan çəkirdim. Bilmirəm. Çox da uzatmaq istəmirəm sözü. Açıq. Ağlımda elə də bir plan yox idi. Açdım kameranı, danışmaya başladım. Neyse, videolar gələcək, narahat olmayın. Yaxın zamanda videolarımız gələcək təkrardan. Davam edəcək. Sadəcə bu 2 həftəlik bir qısa bir aydınlanma kimi bir şey yaşadım. Ona görə də videolar filan gəlmədi. Biraz da sizlərdən uzaq. Xəstələndim, elədim. Ona görə də uzandı vaxt biraz. Neyse, narahat olmayın. Yaxşıyam. Siz də yaxşı olun. Ümid edirəm görüşərik. Özünüzə yaxşı baxın. Salamat qalın. Sağ olun.